الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. So today we're going to have a very important topic that we're going to go over. Biz bugün çox vacib bir mövzu üzərində danışacağıq və mövzumuz Ali Muhammedin əleyhissalam həqiqəti, haqları və məqamıdır. Bir rəvayətdə İmam Sadiq əleyhissalam buyurur ki, Allah Taala Musa əleyhissalama xüsusi, gizli bir söhbətində belə dedi: Mən yalnız öz böyüklüyüm qarşısında təvazö göstərən, qəlbini mənim qorxumla dolduran, gününü mənim zikrimlə keçirən, gecə günaha israr etməyən və mənim dostlarımın və sevdiklərimin haqqını tanıyan şəxsin duasını qəbul edirəm. Yəni, Allah Musaya bir insanın duasının necə qəbul olunacağının sirrini açıqlayır. Musa dedi: Ey Rəbbim, dostların və sevdiklərin dedikdə İbrahim, İshaq və Yaqubu nəzərdə tutursan, Allah buyurdu, onlar da mənim dostlarımdandır. Lakin mən Adəmi və Həvvanı onun xatirinə yaratdım. Cənnəti və cəhənnəmi də onun xatirinə yaratdım. Musa soruşdu: Ey Rəbbim, o kimdir? Allah Taala buyurdu: Muhammed, Əhməd. Mən onun adını öz adımdan götürdüm. Mən Mahmudam, o isə Muhammeddir. Musa dedi: Ey Rəbbim, məni də onun ümmətindən et. Allah Taala buyurdu: Ey Musa, əgər onun məqamını və onun əhl-i beytinin məqamını tanısan, sən də onun ümmətindənsən. Bu çox mühüm nöqtədir və bunu 1000 dəfə vurğulamaq lazımdır. Burada Allah Taala Musaya Muhammed sallallahu aleyhi və alihin ümmətinin kimlərdən ibarət olduğunu izah edir. Muhammed Peyğəmbərin ümmətinin digər ümmətlərdən üstünlüyündən danışarkən, biz yalnız onun dövründə yaşamış insanlardan danışmırıq. Əksinə, biz zaman-zaman müxtəlif dövrlərdə yaşamış və Muhammed sallallahu aleyhi və alihin və onun əhl-i beytinin məqamını tanıyan insanlardan ibarət bir ümmətdən danışırıq. Odur ki, əgər sən Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin zamanında yaşasan belə, İmam Əli əleyhissalam və Allah tərəfindən təyin olunmuş xəlifələrin məqamını tanımasan, əslində Muhammedin ümmətindən sayılmırsan. Onun və onun əhl-i beytinin məxluqat içindəki misalı, cənnətin ən yüksək dərəcəsi olan Firdövsün digər cənnətlər arasındakı misalı kimidir. Onun yarpaqları heç vaxt solmaz və dadı əsla dəyişməz. Kim onları tanıyıb haqlarını qəbul edərsə, mən ona cəhalətin ortasında elm, zülmətin içində nur verərəm. O mənə dua etməzdən əvvəl mən onun duasını qəbul edərəm və o istəmədən əvvəl mən ona verərəm. Deməli, bu açardır. Duaların qəbul olunmasının sirri budur və bu rəvayətin ərəbcə mətni də mövcuddur. Bəs onların məqamı nədir? Çünki rəvayətdə nə deyilirdi? Kim onların məqamını tanıyıb, qəbul edərsə, mən onun duasını qəbul edərəm və o istəmədən əvvəl mən ona verərəm. Bəs Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin ümmətindən olan bir şəxs Allah tərəfindən təyin olunmuş elçilərlə müqayisədə onların hansı məqamını tanımalıdır? Onları bu qədər xüsusi edən nədir? Sadəcə hökmdar olmaqları, yalnız xəlifə olmaqları, yalnız imam olmaqları, yaxud sadəcə salih insanlar olmaqlarıdır.
Əbu Əbdillah İmam Sadiq əleyhissalam bir rəvayətdə buyurur ki, bir Yəhudi Peyğəmbərin sallallahu aleyhi və alihin huzuruna gəldi və onun qarşısında durdu, diqqətlə ona baxdı. Peyğəmbər sallallahu aleyhi və alih buyurdu, ey Yəhudi, nə istəyirsən? Yəhudi dedi, sən daha üstünsən, yoxsa İmran oğlu Musa? O Peyğəmbər ki, Allah onunla danışdı, ona Tövratı nazil etdi, ona əsanı verdi, onun üçün dənizi yardı və onu buludlarla kölgələdi. Peyğəmbər buyurdu, bəndənin özünü tərifləməsi bəyənilməzdir. Amma bunu deyəcəyim, Adəm səhv etdikdə etdiyi xətaya görə tövbəsi belə idi. Allahım, səndən Muhammedin və Ali Muhammedin haqqına and verərək bağışlanma diləyirəm. Və Allah Taala onu bağışladı. Beləliklə, bu Yəhudinin kim daha üstündür sualına Məhəmməd Peyğəmbər deyə verdiyi cavab idi. Musa yoxsa Muhammed? Peyğəmbər sallallahu aleyhi və alih demək istəyir ki, mən özümü tərifləmək istəmirəm, amma bəli, mən daha üstünəm və Muhammed və Ali Muhammed Adəmdən belə daha üstündür. Nuh əleyhissalam gəmisinə minib batmaqdan qorxduqda dedi, Allahım, səndən Muhammed və Ali Muhammedin haqqına and verərək məni batmaqdan qurtarmağını diləyirəm. Və Allah onu xilas etdi. Yəni, Muhammed Peyğəmbər sallallahu aleyhi və alih demək istəyir ki, o həmçinin Nuhdan da üstündür. İbrahim əleyhissalam oda atıldıqda dedi, Allahım, səndən Muhammed və Ali Muhammedin haqqına and verərək məni qurtarmağını diləyirəm. Və Allah onun üçün odun sərin və salamat olmasını buyurdu. Musa əleyhissalam əsasını atdıqda və daxilində qorxu hiss etdikdə dedi, Allahım, səndən Muhammed və Ali Muhammedin haqqına and verərək mənə arxayınlıq və təhlükəsizlik bəxş etməyini diləyirəm. Və Allah Taala buyurdu, qorxma, həqiqətən sən üstün olanlardansan. Ey Yəhudi, əgər Musa mənim dövrümdə yaşasaydı və mənə və Peyğəmbərliyimə iman gətirməsəydi, onun imanı ona heç bir fayda verməzdi. Və onun Peyğəmbərliyi də ona kömək etməzdi. Yəni, əgər Muhammed və Ali Muhammedin vilayətini qəbul etməsəydi, Musa və onun bütün Peyğəmbərliyi belə heç bir dəyər daşımayacaqdı. Sonra Muhammed Peyğəmbər sallallahu aleyhi və alih buyurdu, Ey Yəhudi, mənim nəslimdən Mehdi gələcək. O, zuhur etdikdə Məryəm oğlu İsa enərək ona kömək edəcək. O, Mehdini önə keçirəcək və onun arxasında namaz qılacaq. Beləliklə, Peyğəmbər sallallahu aleyhi və alih açıq şəkildə buyurur ki, Mehdi İsa'dan daha üstündür. Deməli, Muhammed Peyğəmbər və onun əhl-i beyti Adəm, Nuh, İbrahim, Musa və İsa da daxil olmaqla bütün nəbilərdən, elçilərdən, hakimlərdən və padşahlardan daha üstündürlər. Allahın elçisi sallallahu aleyhi və aleyh buyurdu, Ey Əli, sən və sənin övladların Allahın məxluqatı içərisindən seçdiyi şəxslərsiniz. İmam Əli əleyhissalam başqa bir hədisdə buyurur, biz əhl-i beytik, heç kəs bizimlə müqayisə oluna bilməz. Quran bizim aramızda nazil olub və bizdə risalətin, nübüvvətin əsası yerləşir. İmam Əli ibn Əbu Talib əleyhissalam başqa bir hədisdə buyurur, Həqiqətən, uca Allah heç bir peyğəmbərə bir məqam verməmiş, heç bir elçiyə bir fəzilət bəxş etməmişdir ki, onun hamısını Muhammed sallallahu aleyhi və alihə bəxş etməmiş olsun. Və Allah Muhammədi peyğəmbərlərdən qat-qat üstün etmişdir. Allahumma salli ala Muhammed və ali Muhammed əleyna və məhdiyin və səllim təslima. Bir rəvayətdə Əbu Bəsir deyir ki, Əbu Əbdullah İmam Sadiq əleyhissalam buyurdu, Ey Əbu Muhammed, həqiqətən, qüdrətli və əzəmətli Allah peyğəmbərlərə nə vermişdirsə, onların hamısını Muhammədə də vermişdir.
Əslində Muhammədə peyğəmbərlərə verilən hər şey verilmişdir. Və o yazılar bizim yanımızdadır ki, Allah Taala onlar barəsində buyurmuşdur. İbrahim və Musanın suhufu. Əbu Bəsir soruşdu: "Canım sənə fəda olsun. Bunlar o lövhələrdir?" İmam əleyhissalam buyurdu: "Bəli." İndi isə bu rəvayətlərə baxış keçirtməyimizin səbəbi nədir? Çünki əgər biz sübut etmişiksə ki, peyğəmbər Muhammed sallallahu alayhi və alih və əhl-i-beyt əleyhissalam Allahın kəlamına, onların rəvayətlərinə və Allahın şahidliyinə əsasən bütün peyğəmbərlərdən və elçilərdən daha üstündürlər. Və əgər rəvayətlərdə deyilir ki, digər peyğəmbərlərə və elçilərə verilən hər şey onlara da verilmişdir. Onda biz gərək əvvəlcə öyrənək ki, digər peyğəmbərlərə və elçilərə nələr verilmişdir. Beləliklə, şübhəsiz bilək ki, həmin lütflər Muhammədə və Muhammed ailəsinə də verilmişdir. Bu isə onların dərəcələrini və haqlarını daha yaxşı tanımağımıza imkan verər. Məsələn, mələklərə və ruhlara əmr etmək barədə nə deyilib? İncilə görə İsa dedi: "İnsanoğlu öz mələklərini göndərəcək." Bir kişi peyğəmbərin yanına gəlib dedi: "Ey Allahın elçisi, mənə bu ayə barəsində məlumat ver." İblisə buyuruldu: "Təkəbbürlükmü göstərdin, yoxsa ululardanmı oldun?" Ey Allahın elçisi, o müqərrəb mələklərdən də üstün olanlar kimlərdir? Allahın elçisi sallallahu alayhi və alih buyurdu: "Onlar mən, Əli, Fatimə, Həsən və Hüseyndir." Əleyhissalam. Biz Allah Taala'nın ərşinin kölgəsində idik. Onu təqdis edirdik və mələklər də bizim təqdisimizə tabe olaraq Allahı zikr edirdilər. Buna görə də onlar mələklərin müəllimləridirlər və mələklərdən daha yüksək mərtəbədədirlər. Onlar Allah Taala Adəmi yaratmazdan 2000 il əvvəl mövcud idilər. Allah Adəmi yaratdıqda mələklərə ona, yəni Adəmə səcdə etməyi əmr etdi. Onlar yalnız bizə xatir səcdə etməyə əmr olundular. Beləcə bütün mələklər birgə səcdə etdilər. Yalnız iblis səcdə etmədi və imtina etdi. İmam Sadiq əleyhissalam mələklərin çoxluğundan danışarkən buyurub: "Elə bir mələk yoxdur ki, o hər gün bizim vilayətimizə olan itayəti və sədaqəti vasitəsilə Allaha yaxınlaşmasın." Yəni, mələklərin Allaha yaxınlaşması və ibadət forması Muhammed və Ali Muhammed əleyhissalama olan sadiqlik və itayət üzərində qurulub. Və başqa bir rəvayətdə deyilir ki, Cəbrailin gözəlliyi Muhammed və Ali Muhammeddən olmaqla şərəfləndiyi üçün artdı. So Gabriel, who is considered by Judaism, Christianity and Islam to be the highest ranking. Beləliklə Yahudilikdə, Xristianlıqda və İslamda Allah Taala'ya ən yaxın mələk, vəhy və Allahın sözlərini nəbilərə və elçilərə gətirən ən ali məqamlı mələk hesab edilən Cəbrail əleyhissalam öz ən yüksək dərəcəsinə Muhammed və Ali Muhammedin bir üzvü olmaqla çatdı. Allahın Rəsulu buyurub: Cəbrail dedi: "Ey Rəbbim, səndən sənin haqqınla istəyirəm, məni onların xidmətçisi et." Allah buyurdu: "Səni onların xidmətçisi etdim, beləcə Cəbrail əhl-i beytdəndir və həqiqətən də bizim xidmətçimizdir." O, necə Muhammed və Ali Muhammeddən oldu? Onlara qibtə edərəkmi, özünü onlardan biri kimi göstərərəkmi? Xeyr. Yalnız və yalnız səmimi şəkildə həyatda heç nə istəmədən, sırf onlara xidmət etmək istəyi ilə. Və yenə də Muhammed Peyğəmbər sallallahu aleyhi və alih buyurub: "Həqiqətən bütün mələklər bizim xidmətçilərimizdir." Bütün mələklər. Bir anlıq bunun üzərində düşünün. Bibliyada İsa deyir ki, insanoğlu mələklərə əmr edir.
və xristianlar arasında İsa'nın mələklərə əmr etmək gücünün olduğuna inanılır. Amma Muhammed və Ali Muhammed bildiriblər ki, mələklər əslində onlara xidmət edənlərdir. Bəs ruh haqqında nə deyilib? Bibliyada yazılıb. Amma o, yəni İsa, qızın əlindən tutdu və dedi: "Ey qız, qalx." Və onun ruhu geri qayıtdı. Və o dərhal ayağa qalxdı. Deməli, Bibliyada İsa'nın bədənini tərk etmiş bir qızın ruhuna əmr edib, onu geri qaytarmaq gücü var idi. Yəni, ruh da mələklər kimi İsa'nın əmrinə tabe olur. Bibliyada başqa bir hissədə deyilir ki, sonra 3 şagird Musanı və İlyanı İsa ilə danışarkən gördülər. Peter İsa ilə danışarkən dedi: "Ya Rəbb, burada olmağımız nə qədər gözəldir. Əgər istəsən burada 3 çadır qura bilərəm. Biri sənin üçün, biri Musa üçün, biri də İlya üçün." Bu nə üçün vacibdir? Çünki bu, İsa'nın üstünlüyünü göstərir. O, ən böyük peyğəmbərlərdən biridir. Əslində, Muhammed peyğəmbərdən sonra ikinci ən böyük peyğəmbərdir. O, vəfat etmiş peyğəmbərlərin ruhlarına dərs vermək, onlara əmr etmək və onlarla söhbət etmək gücünə sahib idi. Muhammed peyğəmbər sallallahu aleyhi və aleyh də eyni qabiliyyətlərə sahib idi. Çünki o, bütün peyğəmbərlərin imamıdır və onların rəhbəridir. Bu, İsra və Meyrac hekayəsində də aydın görünür. O gecə Muhammed peyğəmbər Məscid-ül Əqsaya aparıldı və orada bütün peyğəmbərlərə imamlıq edib namaz qıldırdı. Baxın, bu İsa'nın üstünlüyünü göstərir. O, 2 peyğəmbərlə söhbət edir. Muhammed sallallahu aleyhi və aleyh isə bütün nəbilərlə və elçilərlə həm ünsiyyətdə olur, həm də onlara rəhbərlik edir. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, bütün ruhlar imamın əlləri arasındadır. Zamanın imamı, yəni Muhammed və Ali Muhammeddən olan imam, ruhlara gəlmələrini və ya getmələrini əmr etmə gücünə malikdir. Fiqh məsələsinə gəlincə, Quranda buyurulur: "Və məndən əvvəl gəlmiş Tövratı təsdiqləyən və sizə haram edilmiş bəzi şeyləri halal edən olaraq sizə gəldim. Mən sizə Rəbbinizdən bir dəlillə gəldim. Buna görə Allahdan qorxun və mənə itayət edin." Bu, Ali İmran surəsi 50-ci ayədir. Bunlar İsa'nın sözləridir. O, İsrail oğullarına deyir ki, o Tövratı təsdiqləməyə gəlib və burada Quran-ı Kərimin özündə Allah Taala təsdiq edir ki, İsa əvvəlki qanunları təsdiqləməklə yanaşı, bəzi şəriət hökmlərini dəyişmək, əvvəl haram olan bəzi şeyləri halal etmək və bəzi qanunları nəsx etmək səlahiyyətinə malik idi. Əli İbn İbrahim Biharul Ənvarda bu ayə haqqında deyir: "Sizə haram edilən bəzi şeyləri sizə halal etmək ayəsinə şənbə, şabbat gününün qadağasının qaldırılmasına işarə edir." Yəni, İsa gəlib dedi ki, artıq şənbə qaydasına riayət etməyə ehtiyac yoxdur. Bu, bitdi. Həmçinin əvvəllər sizə haram edilmiş heyvan piylərini yeməyə və bəzi quş növlərini yeməyə icazə verildi. İndi isə Bibliyaya baxırıq. Mark İncilində belə deyilir: İsa şənbə günü bir taxıl tarlasında gəzirdi. Şagirdləri onunla gedərkən tarladan buğda sümbülləri qoparmağa başladılar. Bu, yəhudilər üçün qadağandır. Lakin burada açıq şəkildə görünür ki, Bibliyada İsa və onun şagirdləri şənbə qanunlarını tamamilə nəzərə almadan hərəkət edirlər. Beləliklə, fariseylər İsa ilə danışaraq dedilər: "Bax, şənbə gününə, şabbata görə sənin şagirdlərinin bunu etməsi qanunumuza ziddir." İsa cavab verdi: "Siz heç oxumamısınızmı? Davud aclıq çəkəndə o və onun adamları yemək üçün bir şeyə ehtiyac duyanda nə etdi? O, Allahın evinə girdi və Allah üçün təqdim olunan çörəklərdən yedi." Bu, baş kahin Əbyatarın dövründə baş vermişdi. Qanunumuza görə yalnız kahinlərin bu çörəyi yeməyə icazəsi var idi. Amma Davud onu yedi və hətta öz adamlarına da verdi.
Yəni İsa burada nə demək istəyir? O demək istəyir ki, diqqət et, Davud da qanunları pozmuşdu. Əgər mənə barmaq uzatmaq istəyirsinizsə, əvvəlcə Davuda barmaq uzadın, ey ikiyüzlülər. Və İsa sözünə belə davam edir. Şabbat insan üçün yaradılıb, insan şabbat üçün yox. Yəni insanoğlu şabbatın da Rəbbidir. Bu isə o deməkdir ki, imam və ya höccət Allahın əmrlərindən və qanunlarından daha üstün mövqeyədədir. Yəni Allahın izni ilə bu qanunları nəsx etmək və dəyişmək səlahiyyətinə malikdir. Bu da əvvəllər oxuduğumuz hədisin təsdiqidir. Beləliklə İsa izah edir ki, elçi şəriət hökmlərindən üstündür və onları dəyişdirmək səlahiyyətinə malikdir. Bu səlahiyyət ilahi şəkildə təyin olunmuş xəlifədən növbəti xəlifəyə ötürülür. Yəni bu səlahiyyət yalnız İsa'ya məxsus deyildi. Bibliyanın başqa bir hissəsində isə Peter deyir: "Sənə səmanın səltənətinin açarlarını verəcəyəm. Yerdə nəyi qadağan etsən, o göydə də qadağan ediləcək. Yerdə nəyi halal etsən, göydə halal ediləcək." Yəni sən yer üzündə nəyi halal etsən, Allahın qanunlarında da halal olacaq. Nəyi haram etsən, Allahın qanunlarında da haram olacaq. Beləliklə bu səlahiyyət İsa'dan Peterə keçdi. Maraqlıdır ki, müsəlmanlar İsa'ya şəriət hökmlərini dəyişdirmə səlahiyyətini verildiyini qəbul edirlər. Çünki bu Quranda qeyd olunur və eyni zamanda onun bu səlahiyyəti öz canişininə verdiyini də qəbul edirlər. Amma bu gün müsəlmanlar Muhammedin sallallahu aleyhi və alihin canişinlərinə bu səlahiyyətin verilməsini inkar edirlər. Subhanallah. İmam Sadiq əleyhissalam buyurub: "Qaim yeni bir məsələ, yeni bir kitab və yeni bir şəriətlə zuhur edəcək və bu ərəblər üçün çətin olacaq." İmam Baqir əleyhissalam buyurub: "Qaim zuhur etdikdə Allah Rəsulunun etdiyi kimi özündən əvvəl olan hər şeyi dağıdacaq və yeni bir İslam quracaq." Və Əhl-i Beytdən gələn başqa bir rəvayətdə isə deyilir: "Bu işin sahibinin dövründə o, Allahın peyğəmbərinin etdiyi kimi qeyri-müsəlman vətəndaşlardan cizyəni qəbul etməyəcək." Biz bunları əvvəlki dərsdə qeyd etmişdik ki, Əhl-i Beyt heç bir şübhə yeri qoymadan vəd etmişdir ki, Mehdinin gəlişi ilə o, həqiqətən də İsa kimi, Məhəmməd kimi gələcək və bəzi qanunları ləğv edib dəyişdirəcək. Beləliklə, indi bilirik ki, Muhammed və Ali Muhammed əleyhissalam müəyyən səlahiyyətlərə malikdirlər. Onlar əslində nəbilərdən və elçilərdən daha yüksək dərəcədədirlər. Sünnilər deyirlər ki, bəli, biz onları qəbul edirik, biz onları sevirik. Hansı müsəlman Fatiməni sevmir ki? Hansı müsəlman Əlini, Həsəni, Hüseyni sevmir ki? Amma bu kifayət deyil, sən onları öz dərəcələrində tanımalısan. Onları dərəcələrinə görə tanımağın kiçik bir hissəsi belə odur ki, onların mələklərdən üstün olduğunu qəbul edəsən. Onlar bütün nəbilərdən və elçilərdən üstündürlər. Nəbilər, elçilər və mələklər onların xidmətçiləridir. Onlar qanunları nəsx etmək və dəyişmək gücünə malikdirlər. Bəs günahların bağışlanması necə olur? Bu çox maraqlı bir mövzudur. Gəlin buna baxaq. Bir insanın günahlarının bağışlanması iki yolla mümkündür. Birincisi şəfaət vasitəsilə. İkincisi isə birbaşa bağışlanma, yəni günahların tamamilə silinməsi və əfv olunması yolu ilə. Amma bu İncilə görə nə deməkdir? Xüsusi bir ayədə deyilir ki, Qızıl Buzov hadisəsindən sonra Musa dedi: "Bəlkə mən sizin günahınıza kəffarə edə bilərəm." Yəni bəlkə mən Allahdan sizin üçün bağışlanma istəyərəm, sizin üçün istiğfar edərəm. Başqa bir ayədə isə deyilir ki, Musa Allahdan rica etdi: "Bu xalqın günahını bağışla." Allah cavab verdi: "Sən dediyinə görə onları bağışladım." Bu nə deməkdir? Yəni yəhudilərin Allahdan birbaşa bağışlanma istəmək ixtiyarı yoxdur. Əgər istəsəydilər də Allah onları bağışlamazdı, çünki onlar Allahın mərhəmətini qazanmağa layiq deyildilər. Çox murdar, çox günahkar, çox naqis idilər. Amma Musa salih bir insan idi. Musa Allaha yaxın idi. Musa Allah yanında xüsusi mərhəmətə sahib idi. Buna görə Musa onlar üçün şəfaət edə bildi. Şəfaət anlayışı da məhz budur.
Əhd-i Cədiddə deyilir ki, İsa iflic bir adama dedi: "Sənin günahların bağışlandı." Bu isə əvvəlkindən fərqlidir. Əvvəlkində Musa deyirdi ki, Allahım, onları bağışla. Burada isə İsa birbaşa deyir, sənin günahların bağışlandı. Fariseylər etiraz etdilər. Günahları yalnız Allah bağışlaya bilər. İsa cavab verdi ki, insanoğlunun yer üzündə günahları bağışlamağa ixtiyarı var. Bu, birbaşa bağışlanmanın nümunəsidir. Yəni, elçinin öz iradəsi ilə Allahdan soruşmadan günahları birbaşa bağışlaması. Başqa bir ayədə isə deyilir, İsa həvarilərinə üfürdü və dedi, müqəddəs ruhu qəbul edin. Sonra dedi, əgər kimin günahlarını bağışlasanız, onların günahları bağışlanacaq. Əgər bağışlamasanız, bağışlanmayacaq. Beləliklə, indi bəndənin bütün işləri, günahları, yükü və tərəziləri öz yaşadığı zamanda təyin olunmuş höccətə, bu halda İsa'nın həvarilərinə həvalə edilir. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh bir hədisdə buyurub, həqiqətən mən qiyamət günü şəfaət edəcəyəm və mənim şəfaətim qəbul olunacaq. Əli şəfaət edəcək və onun şəfaəti qəbul olunacaq. Mənim əhl-i beytim şəfaət edəcək və onların şəfaəti qəbul olunacaq. Başqa bir rəvayətdə, vəsiyyət rəvayətində Muhammed Peyğəmbər əleyhissalama deyir: Ey Əli, sən mənim əhl-i beytim və qadınlarım üzərinə, onlar diri və ölü ikən vəsimsən. Kimi saxlasan sabah məni tapar və kimi boşasan, mən ondan bəriyəm. Yəni, sən kimi bağışlasan, bağışlanmışdır. Sən kimi günahlandırsan, günahkardır. İsa'nın həvarilərinə verilən eyni səlahiyyət burada Muhammed Peyğəmbərdən İmam Əliyə keçmiş olur. Qiyamətdə nə mən onu görəcəyəm, nə də o məni. Niyə? Çünki Peyğəmbər cənnətə gedəcək, o isə cəhənnəmə. Və sən məndən sonra ümmətim üzərində xəlifəmsən. Bu, Muhammed və Ali Muhammedin şəfaət səlahiyyətinə bir nümunədir. Görürsünüz necə addım-addım daha da ağırlaşır. İsa İncildə deyir, kim bu ayəni əvvəllər oxuyub? İsa İncildə buyurur, ata heç kəsi mühakimə etmir. Bütün mühakiməni oğla həvalə edib. Maraqlıdır, deyilmi? Allah Teala heç kəsi mühakimə etmir. Bütün mühakimə höccət vasitəsilə baş verir. İmam Sadiq əleyhissalam buyurub, qiyamət günü gəldiyi zaman Allah bizim şiyələrimizin mühakiməsini bizə tapşıracaq. Hər bir imam öz dövründə yaşamış bütün şiyələrin qiyamət günü hakimi olacaq. Niyə? Çünki Allah Teala heç kəsi mühakimə etmir və ondan gələn başqa bir rəvayətdə belə deyilir. Allah diriliş günü insanları bir düzənlikdə topladıqda Allah bizim şiyələrimizi ucaldacaq. Onları təfərrüatlı hesaba çəkməklə əziyyətə salmayacaq. Biz deyəcəyik, ey Rəbbimiz, bunlar bizim şiyələrimizdir və uca Allah buyuracaq. Mən onların işini sizə həvalə etdim və sizin onlar üçün şəfaətinizi qəbul etdim. Beləliklə, qiyamət günü Allah deyir, mən özüm mühakimə etməyəcəyəm. Mühakimə edəcək olan imamdır. Və başqa bir rəvayət də var. Burada göstərilməyib, lakin rəvayət əsasən belə deyir ki, şəfaət qüdrətinə sahib olan yalnız Muhammed Peyğəmbər və Əhl-i Beyt imamları deyil.
həm də şiələrin özləridir. Və bu çox gözəl bir hədisdir. Hədisdə belə buyurulur ki, yer üzündə elə bir ev yoxdur ki, oradan bir nəfər behiştə daxil olsun və həmin evdə olan digər hamı da şəfaət qüdrətinə görə behiştə daxil olmasın. İsa Matta 28-də deyir: Göydə və yerdə bütün hakimiyyət mənə verildi. Başqa sözlə, mən göylərin və yerin hökmdarıyam. Mən onların hamısı üzərində qüdrətə və hakimiyyətə sahibəm. Mən yer üzünü irs alanam. Əbu Əbdullah İmam Sadiq əleyhissalam Qurani Kərimdəki bu ayə barəsində dedi: Həqiqətən yer Allahındır. O, onu qullarından istədiyinə miras verir. Yəni, nə varsa, İmam Sadiq əleyhissalam dedi ki, burada ayə deyir ki, yer Allahındır. Allaha məxsus olan hər şey Allah Rəsuluna məxsusdur. Məhz buna görə o yeri yaratdı ki, Muhammed yerin varisi olsun. Və Allah Rəsuluna məxsus olan hər nə varsa avtomatik olaraq ondan sonra gələn imama ötürülür və ona məxsus olur. Və bu Qurani Kərimdəki bu ayədə açıqdır. Beləliklə Yusifə yer üzündə hökmranlıq verdik ki, o istədiyi yerdə məskunlaşa bilsin. Biz mərhəmətimizi istədiyimiz kəsin üzərinə yağdırar və yaxşı iş görənlərin mükafatını əsla zay etmərik. Beləliklə Allah Yusifə imkan verir, ona hakimiyyət verir. Kiməsə məxsus olan və kiməsə məxsus olmayan hər hansı bir torpaq parçası barədə heç bir məhdudiyyət qoymur. O deyir, biz Yusifi yer üzündə möhkəmləndirdik. Ona hakimiyyət verdik ki, yerin istənilən hissəsində, istənilən nöqtəsində yerləşsin. Çünki öz dövründə yerin sahibi o idi. Və beləliklə yekun bəyanatımızda və nəticə olaraq deyirik ki, biz bu gecə əsas məqamları, möminin diqqət mərkəzində tutmalı olduğu çox mühüm məsələləri öyrəndik. Ali Muhammeddən olan imam hər bir dövr və zamanda mövcud olan o imam sadəcə dünya lideri və ya dünyəvi hakimiyyət sahibi olmaq üçün nəzərdə tutulmuş bir fərd deyil. Ali Muhammeddən olan o imam qiyamət günü səni mühakimə edəcək bir elçidir. İstənilən anda səni bağışlamaq səlahiyyətinə malikdir. Və Allah səni bağışlayacaq, çünki Allah bu səlahiyyəti ona verib. O, mələklərə əmr vermək gücünə malikdir. Və əvvəlki peyğəmbərlərin etdiyi kimi hər bir şeyi etmək qabiliyyətinə malikdir. Allah sizi qorusun və xoş gecə arzulayıram. Əssalamu aleykum.